Hər kəsə salam. Bugünkü test izahımız DİM İngilis dili 5-ci sinifdən səhifə 89-da olan testin izahını verəcəm. Dərsimizin başlığı What is he wearing? O nə geyinir olacaq. Və biz bilirik ki, dinləmə başlayar-başlamaz, test başlayar-başlamaz birinci bizdə ilk 4 sualı dinləmə əhatə edir və hər dərs bütün videolarımda da qeyd etdiyim kimi dinləməni səhvsiz etmək istəyiriksə, təbii ki, biz sualları əvvəlcə oxuyub suallarla tanış olmalıyıq, daha sonra dinləmə hissəsinə keçməliyik. Bu şəkildə etdikdə biz dinləməni səhvsiz edəcəyik. Birinci dinləmə hissəsindən başlayırıq. Dinləmənin birinci sualında qeyd edir. What are children at Hill Road School wearing in summer? Deməli, uşaqlar, Hill Road məktəbinin uşaqları yayda nə geyinir? Burada dinləmədə deyir C variantını, black shorts or black trousers, qara şortik və yaxud da ki, qara şalvarlar. 2. In the winter, both boys and girls are wearing. Qışda both and həm də deməkdir. Həm oğlanlar, həm də qızlar geyinirlər qışda. Olacaq burada cavab 1, 4. Black trousers, red sweaters. Qara şalvar və qırmızı sviterlər. 3. What is the passage mainly about? Mətn nə haqqındadır? Yəni dinləmədə nədən bəhs edir? Cavab olacaq B variantı. The different uniforms children wear at the Hill Road School. Hill Road School-dakı uşaqların geyindiyi müxtəlif uniformalardan danışır. Və 4-cü hissəyə gəlirik. 4-cü hissədə biz qeyd etməliyik ki, hansı doğrudursa true, hansı yanlışdırsa false seçməliyik. 4.1. Girls are wearing black shoes all year around. Deyir ki, qızlar bütün il boyu qara ayaqqabıları geyinirlər. Burada cavabı seçəcəyik 4.1-də A. Yəni true. 4.2. Oğlanlar geyinirlər yaşıl koftalar yayda. Yəni oğlanlar yayda yaşıl koftalar geyinirlər. Burada cavab olacaq B, false. 4.3. The school scarf is red, green and black. Məktəbin şarfı qırmızı, yaşıl və qaradır. Bəli, true. 4.3 true. 4.4. Both boys and girls are wearing green sweaters in the winter. Həm oğlanlar, həm də qızlar yaşıl sviter geyinirlər qışda. Biz isə ikinci testdə qeyd etdik ki, oğlanlar və qızlar deməli qışda qırmızı sviter geyinirlər. Burada isə 4.4-də deyirsə yaşıl, deməli 4.4 olacaq false, yəni B. 1C, 2A, 3B, 4-1A, 4-2B, 4-3A, 4-4 olacaq B. Davam edirəm növbəti hissədən. Burada balaca mətnlər verilir və biz bu mətnləri oxuyub tərcümə etməliyik və mətnlərin nədən bəhs elədiyi haqqında məlumat verməliyik. Students are bringing their daily clothes for the special activities. Deməli deyir ki, tələbələr gətirirlər onların günlük paltarlarını xüsusi aktivitelər üçün. Məsəl üçün bu nə deməkdir? Bu deməkdir ki, məsəl üçün idman dərsinə idman geyimi gətirirlər və yaxud da ki, bəzi məktəblərdə olur ki, yemək bişirmək falan öyrədirlər, əmək hazırlığı tipli dərslər olur ki, onlara xüsusi formalar olur, önlüklər olur, o tipli geyimlər gətirirlər. They are wearing comfortable clothes like t-shirt, jeans and sneakers. Onlar rahat paltarlar geyinirlər, kofta, jeans və idman ayaqqabıları kimi. The activities is happening in the school gym, so everyone needs to dress comfortably and appropriately for the physical exercise. Deməli, fəaliyyətlər, yəni aktivitelər məktəb idman zalında baş verir. Beləliklə, hər kəsin ehtiyacı var geyinsin rahat və uyğun idman dərsi üçün. Deməli, mətn nədən bəhs edir? School gym, yəni məktəbin gimnastika zalından bəhs edir. Yəni 5-də cavab olacaq B variantı. 6-ya baxıram. Starting next week, children are wearing their winter uniforms. Gələn həftədən başlayaraq uşaqlar qış uniformalarını geyinirlər. Boys are wearing red sweaters and girls are wearing red sweaters as well. Oğlanlar qırmızı sviter geyinəcəklər, qızlar da qırmızı sviter geyinəcəklər həmçinin. Yəni oğlanlarda olduğu kimi, as well o kimi tərcümə olunur. Both boys and girls are wearing a green and red coat. Həm oğlanlar, həm də qızlar geyinəcəklər yaşıl və qırmızı paltolar. Girls are also wearing red or black trousers. Qızlar həmçinin geyinəcəklər qırmızı və yaxud da ki, qara şalvarlar. All students are continuing to wear black shoes. Və bütün tələbələr qara ayaqqabılar geyinməyə davam edirlər. Doğru variantı seçirik. Bu təbii ki, uşaqların paltarlarından danışdığı üçün məktəbli uşaqların deməli burada school uniformsdan bəhs edir. Yəni məktəb uniformalarından. Ona görə 6-da cavab olacaq C variantı.
7-yə baxıram. Children are wearing uniforms at Reed Road School. Deməli, uşaqlar uniformaları geyinirlər Hill Road School-da. Məktəb adları tərcümə olunmur. Yəni, böyük hərflə nə yazılıbsa, biz o şəkildə də oxuyub tərcümə etməliyik. Yəni, məsələn, road sözü yol deməkdir, school sözü məktəb deməkdir. Amma buna Hill yolu məktəbi deyirik. Ona görə nə varsa onu oxuyub tərcümə etməliyik. Yəni, o şəkildə səsləndirməliyik. In the summer, boys and girls are wearing black shorts and black trousers. Deməli, yayda oğlanlar və qızlar geyinirlər qara şortiklər və yaxud da ki, qara şalvarlar. Girls are also wearing a green skirt or a green and red dress. Aha, qızlar həmçinin geyinirlər yaşıl ətək, yaxud da ki, yaşıl və yaxud da ki, qırmızı don. Both boys and girls are wearing black shoes. Həm oğlanlar, həm də qızlar qara ayaqqabılar geyinirlər. The school scarf is red, green and black. Məktəb şarfı qırmızı, yaşıl və qaradır. Həmçinin burada da məktəb uniformasından danışır. Ona görə də burada da cavab olacaq school uniform, yəni 7-də də cavab olacaq C. 8-ci hissə böyük mətindir. Bu hissəni mən oxuyub tərcümə etmirəm. Ona görə ki, bu hissə imtahana da bu tipli böyük mətinlər düşür və şagirdlər bu hissəni diqqətlə oxuyub tərcümə edib cavabları səsləndirməlidirlər. Ona görə hamını bu hissəni oxuyub tərcümə edir. Bilmədiyi sözü internetdə baxa bilər, amma lüğət dəftərinə qeyd etmək şərti ilə və bu şəkildə digər testləri davam edirik. 8-ci testə baxıram. Deməli, doğru fikirləri seçməliyik. Yəni, mətndə nəyi deyibsə, oradan doğru fikirləri seçməliyik. 8-ə cavabı seçmişəm A variantı. Pamela wants to buy a skirt with flowers and white t-shirt. Pamela istəyir ki, alsın bir dənə yubka, üstündə güllər olan və ağ kofta. Yəni, güllü yubka, üstündə güllər olan yubka və ağ kofta almaq istəyir. Bəli, bu hissənin mətndə dediyi üçün 2 doğrudur. Və 4. They are having some ice cream at a cafe after shopping. Onlar shoppingdən sonra, yəni shopping yəni alış-veriş, paltar alış-verişindən sonra deməli, onlar dondurma yeyirlər bir kafedə. Bəli, bu hissə deyir. Ona görə burada cavab olacaq 2 və 4. 1-3-ü isə mətndə fərqli şəkildə deyir. Ona görə 1-3-ü biz qeyd etmirik. Və yaxud da ki, mətndə o haqda heç danışmayanda da biz onları düzgün cavab kimi götürməməliyik. Deməli, 8-də cavab olacaq A variantı. 9-cuya baxıram. Mətn nə haqqındadır? Katie and her friends plan to buy clothes for the party. Katie və onun dostları parti üçün özlərinə paltar almağı planlaşdırırlar və mətndə bu haqda bəhs edir. Yəni 9-da cavab olacaq A variantı. Ona baxıram. What do Katie and her friends do after shopping? Katie və onun dostları shoppingdən sonra nə edirlər? They go to a cafe and to have ice cream and juice. Onlar gedirlər kafeyə dondurma yemək üçün və meyvə suyu içmək üçün. Yəni onda cavab olacaq B variantı. 11. Katie is going shopping with her mom and friends. Pamela and Jenny because Katie gedir shoppingə, onun maması və dostları, onun dostları Pamela və Jenny ilə və onun maması ilə çünki seçmişəm 3-4. Katie'nin deməli sinifində parti olacaq, yəni qonaqlıqları olacaq və onlar yeni paltarlar almalıdırlar. Yəni cavab olacaq 3-4. Çünki mətndə bəhs edir ki, onların sinifdə partilər olacaqlar, onlar özlərinə paltar almağa gedirlər, paltar alandan sonra onlar gedirlər kafeyə, dondurma yeyirlər, meyvə suyu içirlər və s. Burada da 11-ci testdə deyir ki, Katie shoppingə gedir dostu Pamela və Jenny ilə, həmçinin o maması ilə. Niyə? Çünki partilər olacaq və paltar almalıdırlar. Yəni 11-də cavab olacaq 3-4. 12-yə baxıram. Deməli, mətnlə bağlı doğru bəyanatları seçməliyik burada. Katie's friends are happy with their shopping. Katie'nin dostları shoppinglərindən xoşbəxtdir, yəni alış-veriş ediblər və ona görə də xoşbəxtdirlər. Bəli, bir düzdür. 2. Katie's class is having a closing party. Katie'nin sinifi bağlanış partisi edir. Yəni bizdəki necə məzun günləri olur ya da ibtidai siniflər bitəndə veçir keçirirlər, o haqqındadır. Yəni burada da cavab olacaq 1-2. 12-də cavab olacaq 1-2. 13-ə baxıram. Sarah a book right now. Right now sözü indi bu dəqiqə deməkdir. Yəni bu dəqiqə, hal-hazırda momentində. Ona görə də right now, at the moment, just now kimi olan cümlələrdə biz seçirik indiki davam edici zamanı. Sarah, she olduğu üçün və indiki davam edici zamanın quruluş formasını yadımıza salaq. To be, üstə gələk feil, üstə gələk, yəni mübtada üstə gələk to be, üstə gələk feil, üstə gələk ing olur. Yəni Sarah is reading a book right now. Əgər right now sözü olmasaydı, belə olsaydı ki, Sarah gündə bir dəfə kitab oxuyur, ya da hər həftə sonu kitab oxuyur, ya da həftədə 2 dəfə kitab oxuyur, onda 13-də cavabı A variantı seçərdik.
Amma burada right now sözü olduğu üçün, yəni indi bu dəqiqə olduğu üçün, hal-hazırda olduğu üçün biz davam edici zaman seçirik və ona görə 13-də cavab olur B variantı. 14-cü testdən davam edirəm. Yenə right now var. Yenə indiki davam edici zaman seçməliyik və bu zaman 14-də bizə Z yazıb deyə biz bilirik ki, Z-in xəbəri olur are. They are watching a movie right now. Onlar hal-hazırda kinoya baxırlar. Əgər yenə deyirəm, right now sözü olsaydı ki, məsələn, Nihat hər həftə sonu ailəsinə kinoya baxır. Yusif hər gün axşamlar kinoya baxır. Bu zaman olacaqdı cavab D variantı 14-də. Amma right now sözünü görürüksə, bu başa düşməliyik ki, davam edici zamana aiddir və bu şəkildə cavab olacaq C variantı. Çünki Z-in xəbəri ardı və feilə ing artırırıq, they are watching olur. 15-ci testdən davam edək. 15-ci testdə at the moment cümlənin sonunda var. At the moment bayaqda dedim. At the moment indicə, indi bu dəqiqə. Yəni hal-hazırda deməkdir. Bu moment biz işlədirik bu sözü. Bu moment deyirik. At the moment yəni indi bu dəqiqə deməkdir. Ona görə də davam edici zaman olacaq. We are studying for the English test at the moment. Biz hal-hazırda ingilis dili testi işləyirik. Həqiqətən də uşaqlar, hal-hazırda mənim bu videoma baxırsınızsa, hal-hazırda ingilis testi işləyirsiniz və hal-hazırda mənə qulaq asdığınız üçün bu davam edici zamanı əhatə edir. Ona görə elə 15-də də cavab olacaq D variantı. We are studying for the English test at the moment. Biz hal-hazırda ingilis dili testi üçün təhsil alırıq, yəni oxuyuruq. 15-də cavab B. 16. Deməli, soccer futboldur. Uşaqlar futbol oynayırlar parkda. Uşaqlar da ola bilər, onlar da ola bilər. Baxaq variantlara. Deməli, sual cümləsi olduğu üçün B variantı ümumiyyətlə düzgün gəlmir. Çünki sualda ar-qabağa keçir. Y variantında izdən Z yazıb, düzgün deyil. C variantında are they play deyə bir zaman forması yoxdur. Yəni, feilə sual veririksə, do you play olur. Amma indiki davam edici zamanda veririksə are they playing olur. Yəni C variantının düzgün cavab olması üçün 16-da are they playing olmalıydı. Yəni A variantındakı kimi. 17-də, 16-da D variantı niyə səhvdir? Do they play olmalıydı. Playing yox. Yenidən deyirəm. Feilə indiki sadə zamanda sual veririksə 16-da. Düzgün cavab ola bilərdi D variantı necə? Do they play? Soccer in the park. Onlar parkda futbol oynayırlar. Tutaq ki, mən şagirdlərimə sual verirəm ki, siz məktəb meydançasında futbol oynayırsınız. Bu indiki sadə zamandır. Amma 16-da D variantında playing yazıb. Playing varsa, deməli biz davam edici zaman seçməliyik. Davam edici zamanda da sual verəndə do-dan vermirik. To be şəklində olur. Yəni are they playing olur. Ona görə də 16-da cavab olacaq A variantı. 17-yə baxıram, cümlənin sonunda now verib indi və biz indiki davam edici zaman seçirik. Are you studying grammar rules now? Sən indi qrammatik qaydaları oxuyursan, yəni təhsil alırsan o haqda, yəni hal-hazırda onu mu oxuyursan? 17-də cavab olacaq, ona görə C variantı. 18-ə baxıram, yenə cümlənin sonunda right now verib. Right now indiki davam edici zamana aiddir və she is reading olmalıdır. Elə bir cavab olmadığı üçün inkarını veriblər. She is not reading. O oxumur. Ona görə 18-də cavab olacaq A variantı. 19-a baxıram. Yenə cümlənin sonunda now verib. Now yenə indiki davam edici zamana aiddir. They are not swimming in the pool now. Onlar hal-hazırda basində üzmürlər. Ona görə 19-da cavab olur D variantı. Yenidən təkrar yadımıza salaq. İndiki davam edici zaman forması düzəlməsi belədir. Mübtada üstə gələk to be-nin əvəzinə yəni əmizar, üstə gələk feil, üstə gələk ing. Ona görə 19-da da cavab olacaq D variantı. 20-yə baxıram, yenə cümlənin sonunda at the moment verib. At the moment bu dəqiqə deməkdir, yəni davam edici zamandır və bizdə nə istəyir? Bizdən deyir ki, altına xətt çəkilmiş sözün sinonimini tap. Baxaq, 20-də A variantı right now bu dəqiqə deməkdir, bəli sinonimdir. B variantı today bugün deməkdir. Baxın, bugün başqa şeydir, indi bu dəqiqə başqa şeydir. Mən deyirəm ki, mən bugün Gəncəyə gedirəm. Bir də var deyim ki, indi bu dəqiqə Gəncəyə gedirəm. Gözünüz arada fərq var. Ona görə B variantı düzgün deyil. Everyday hər gün, usually adətən, often tez-tez. Bir dənə burada 20-nin sinonimi olur. A variantı right now. Deməli, 21-ci testlə davam edirəm. Biz burada cümlə qurmalıyıq. Baxırıq nə var? Are, what, now, wearing they. Burada what görürəmsə, ağlıma gəlir ki, bu sual cümləsinə oxşuyur. Onlar indi nə geyinirlər? What are they wearing now? Onlar indi nə geyiniblər əyinlərinə? Yəni əyinlərində nə geyinirlər hal-hazırda? Yenə davam edici zamanla bağlı bir test düzəltməkdir, cümlə qurmaqdır.
Ona görə 21-də də cavab olacaq Y variantı. Əgər cümlə qurmaqda hər hansı bir çətinliyiniz varsa, təbii ki, vaxt aparır, amma yenə də heç yazmamaqdansa doğru yazmaq üçün bütün variantları bir-bir nömrələri yerinə qoyub yazıb cümlə qurub o şəkildə də tapa bilərsiniz. Deməli, 22-ci testdən davam edirəm. Birinci dessert. Dessert a large sandy dessert. Dessert. Aha. Deməli, bax bir dənə şeyə fikir verək. Dessert bir s-dan yazılanda söhbət gedir səhralıqdan. 2 s-dan yazılanda olur dessert. Nətər ki, bizdə paxlava var, şəkərbura var, yəni yeməkdən sonra çaydan içdiyimiz desertlər ki var. Yəni 2 s-dan yazılanda həmən söz olur. Birə baxaq. Dessert a large sandy area. Aha. Geniş bir qumlu ərazi, hardakı biraz az bitkilər olur falan. Yəni birdə cavab olacaq C variantı. 2. Traditions. Tradition sözü adətən nə deməkdir? 2-də cavab olacaq A variantı. Yəni insanların illərdə etdiyi qədim bir üsul, qədim bir yol, hansı ki illərdən o şeyləri edirik, yəni adət-ənənələrimiz. 3. Clothes. Clothes sözü bilirik, paltar deməkdir. Things which people wear. Aha. Şeylər hansı ki insanlar geyinirlər, yubka kimi, kofta, şalvar, yubka yox. Short koftadır, skort yubkadır. Short koftalar, pants şalvarlar və donlar. Deməli 1C, 2A, 3B. Elə variant, yəni 22D. 22-də düzgün cavab olacaq D variantı. 23-dən davam edirəm. Bizdən soruşur ki, yanlış variantı seçin. Gəlin seçək. Abdullah deməli geyinir don və qutra, Arabian men's headscarf. Deməli bu Abdullah elə ərəb adıdır və ərəblərin ərəb geyimi olduğu üçün indi dress sözü uşaqlar deyəcək ki, müəllim dress don deməkdir. Abdullah niyə don geyinir? Biz bilirik də, görmüşük kinolarda və ya da sosial şəbəkədə ərəblər belə uzun ağ paltarlar geyinirlər, başlarına da belə ağ şeylər taxırlar, belə papaq kimidir, amma bir tərəfindən şarf kimi də, şal kimi də bir şey uzanır. Ondan bəhs edir. A variantında is dressing olar. Çünki dress geyinmək mənası da var. C variantında is wearing, wear sözü geyinməkdə ola bilər. Y variantında enjoys wearing, yəni geyinməkdən ləzzət alır, o da ola bilər. D variantı likes dressing, o şəkildə geyinməyə xoşlayır, ola bilər. Amma baxın, 23-də B variantında wearing sözünü yazıb, amma Abdullahdan sonra izi yazmayıb. Yəni davam edici zaman yazırıqsa, ya yazmalıyıq Abdullah is wearing, ya da yazmalıyıq ki, Abdullah wears olmalıdır. Yəni eləcə wearing deyə bir şey yoxdur. Ona görə 23-də yanlış cavab olacaq B. 24-də baxıram, yenə now verib. Now veribsə cümlənin sonunda, deməli indiki davam edici zamana aiddir və biz indiki davam edici zamanla bağlı bir cümlə seçməliyik. A variantına baxıram, who are playing. Biz bağışlayın. Deməli 24-də deyir ki, altından xətt çəkilmiş sözə düzgün sual cümləsini verin. Mən elə bildim ki, biz davam edici zamanla bağlı cümlə qururuq, amma indi cümlə görürəm ki, orada cümlə var. Children are playing soccer at the playground now. Uşaqlar indi oyun alanında futbol oynayırlar. Now sözün altından xətt çəkib, yəni indi. Sual verməliyik. Uşaqlar nə vaxt oynayırlar? Çünki altından xətt çəkilmiş sözə sual veririk. Uşaqlar nə vaxt oynayırlar? When are they playing? Onlar nə vaxt oynayırlar? Bir dənə when olan cavab var. What time da ola bilərdi. 24-də ona görə cavab olur C. 25-ə baxıram, antonim cütlərini seçək. 1. Happy, xoşbəxt, sad, qəmgin, bəli, antonimdir. 2. Nice, yaxşı, fine, yaxşı sinonimdir. 3. Cold, soyuq, hot isti, antonimdir. 4. Tall, hündür, high, hündür, sinonimdir. 5. Young, gənc, old, qoca, antonimdir. Deməli, antonimləri istədiyi üçün 1, 3, 5. Düzgün cavab olacaq. Daha sonra 26-cı testə baxırıq. 26-cı testdə bir şəkil verib, 3 dənə şəkil və biz o 3 dənə şəkillə bağlı ən azından 35 sözlük bir mətn qurmalıyıq. Bu tipli testlər çox vacibdir. Ona görə ki, 9-ların şagirdnamə imtahanında da, 11-ci sinif qəbulda da və sınaqlarda da bu tipli testlər düşür. Ona görə də bunlara çox diqqət etməliyik. Maksimum çalışmalıyıq ki, biz qrammatik səhvlər etməyək, sözlərin yazılışında orfoqrafik səhvlər etməyək ki, bizim balımızı oradan qırmasınlar. Mən bu şəkildə yazmışam. Bu uşaqların xəyal gücünə baxır. Nə şəkildə istəyirsinizsə o şəkildə yaza bilərsiniz.
This is Tony. He is 8 years old. He likes to go for a walk. But today is a rainy day. He wears his blue boots and yellow raincoat. He has a purple umbrella. Now he is ready to go for a walk. Bu Tony'dir. Onun 8 yaşı var. O gəzməyə getməyi xoşlayır. Amma bu günləri yağışlı bir gündür. O geyinir mavi renk sapaşkilərini, blue boots, yəni mavi sapagilər və sarı raincoat. Raincoat sözü nədir? Türklər deyirik yağmurluq, yəni yağışda geyinilən, su keçirməyən paltosunu geyinir. Onun bənövşəyi renk zontiki var, çətiri var, umbrella və indi o getməyə hazırdır. Mən bu şəkildə qurmuşam. Şagirdlər istədiyi şəkildə qura bilərlər. Məsələn, deyə bilərlər ki, Tony ayaqqabı geyinməyi yeni öyrənib, o yerdə oturur və ayaqqabısının iplərini bağlayır, daha sonra paltosunu geyinir, yağış yağmasına baxmayaraq gəzməyə gedir və s. bu şəkildə də yazmaq olar. Bugünkü test izahım bu qədər. Ümidvaram ki, hər şey aydındır. Əgər hər hansı bir sualınız varsa, yorumlara yazmaqdan çəkinməyin. Həmin hissəni təkrar izah etməyə çalışacağım. Əgər bu video sizin üçün faydalı idisə, kanalıma abunə olmağı, başqalarıyla bölüşməyi, like atmağı unutmayın. Sağ olun, hələlik. Hər kəsə salam. Bugünkü izahımız deyim ingilis dili 5-ci sinifdən səhifə 94-də olan B variantının izahını verəcəm. Və biz bilirik ki, testə başlayar-başlamaz ilk hissə bizdə gəlir dinləmə mətni. Dinləməni isə səhvsiz etmək istəyiriksə, əvvəlcə oxuyub tərcümə etməliyik, daha sonra isə dinləmə etməliyik. Bu şəkildə etdikdə dinləməmiz adətən səhvsiz çıxır. Başlayaq birinci sualdan. What is a kimono secured with? Kimono nədir? Kimono əvvəlcə göstərim ki, nədən bəhs edir. Mən burada skrin eləyib sizin üçün elədim. Deməli, Yaponların, Çinlilərin, bəzi dövlətlərin milli mədəni geyimləri olur. Nətər ki, bizdə milli kostyumlarımız, milli geyimlərimiz olur. Onlardan söhbət gedir və onların belində olan bərkitmələrdən, o bellərində o kimonolarını saxlayan, o necə deyim, kəmər kimi olan şeydən söhbət gedir mətndə, dinləmədə və biz də dinləməmizi ona aid cavablandırırıq. What is a kimono secured with? Kimono nə ilə bərkidilir, nə ilə təmin edilir? Yəni kimononu tutan şey nə olur? Hansı ki, o kimono üstdən geyindikləri o xalat kimi olan geyimdir və qarnını da kəmər kimi şeydən bağlayırlar, onu söhbət edir. Deyir kimono nə ilə bərkidilir, yəni bədəndə necə durur. N-obi. Obi sözü D variantı, yəni milli kəmər, milli Yapon kəmər deməkdir. Zaten testimizdə də özü verib də orada qarşısında Azərbaycancasını yazıb. Yəni bir də cavab olacaq D variantı. 2-yə baxıram. Kimonos are often worn during special events such as. Kimonolar adətən geyinilir xüsusi tədbirlər zamanı. Bu kimi, görək hansı tədbirlərdə geyinilir. Kimono bildikdə nə oldu? Yəni Yaponların o xüsusi geyimi bayaq şəklini göstərdi. Yəni deyir kimonolar tez-tez geyinilir xüsusi eventlər, tədbirlər zamanı. Baxaq nə vaxt? Weddings, toylarda, tea ceremonies, çay seremoni sözü, yəni tədbirlərində, yığıncaqlarında geyinilir. Deməli, cavab olacaq 2-4 A variantı, çünki dinləmədə bu şəkildə deyir. 3-cüyə baxıram. What is the passage mainly about? Mətn nə haqqındadır? The traditional Japanese dress. Deməli, Yapon paltarlarının, Yapon geyimlərinin adətən nələri haqqındadır? Deməli, bir dənə də şey qeyd edim 3-cü testlə bağlı. Dress sözü don deməkdir. Həm də geyim mənası da ola bilər. Dress onda geyinmək kimi gedə bilir. Ona görə burada cavab olur 3C. 4-cü hissəyə baxıram. Biz qərar verməliyik ki, hansılar doğrudursa onlara true seçməliyik, hansılar yanlışdırsa onlara false seçməliyik. 4-1-ə baxıram. A kimono is made from cotton. Kimonolar pambıqdan hazırlanıb, false. Yəni 4-1-də cavab olur B. 4-2. Kimonos have designs representing different seasons. Kimonolarda deməli dizaynlar var. Represent sözü hansı ki onu təmsil edir müxtəlif fəsilləri. Yəni belə Azərbaycanca cümlə qursaq belə deyir. Kimonolarda müxtəlif fəsilləri təsvir edən dizaynlar var. Bəli, dinləmədə immini bu hissəni deyir. Ona görə 4-2-də cavab olur A variantı. 4-3. The kimono is an important part of Japanese culture. Kimono Yapon mədəniyyətinin vacib bir hissəsidir. Bəli, 4-3-də cavab olacaq A variantı. 4-4. Wearing a kimono is simple and quick. Deməli, kimono geyinmək çox sadədir və cəlddir. Burada cavab olur 4-4-də B false. 5-ci hissədən davam edirəm.
Deməli 5-ci hissədən 7-yə qədər bizdə YT-də daxil olmaqla balaca mətnlər verir və biz seçməliyik ki, mətn nə haqqındadır. Bunları oxuyan zaman diqqətli olmalıyıq. Amma bir dənə də sekret sizə öyrədim ki, tutaq ki, mətni oxudunuz və içində bilmədiyiniz sözlər var və mətnin mahiyyətini başa düşə bilmirsiniz. Bu zaman siz baxın görün mətnin içində hansı sözlər variantlarda da istifadə olunub. Əgər cavab tapa bilmirsinizsə, həmin variant üzərində də işləyə bilərsiniz. B variantı kimi. Yəni tutaq ki, test bir imtahana getmisiniz, orada elə bir mətn düşüb ki, sözlərin çoxunu başa düşmürsünüz. Hansı ki, bu hal nadir halda ola bilməz. Çünki imtahanlarda məktəb səviyyəsinə uyğun olaraq, məktəb dərsliklərinə uyğun olaraq hazırlanır. Amma yenə də qarşınıza elə bir hal çıxsa, bu zaman siz mətni diqqətlə oxuyub, oradakı sözlərdə cavabların içərisində görüb, oradan seçə bilərsiniz. Təbii ki, düz tərcümə etmək şərti ilə. 5-ci testdən baxıram. National Costume Day Celebration. Milli geyim günü qeyd etməsi. Yəni məsələn xarici ölkəyə gedirlər, Azərbaycan milli o qızların rəqs etdiyi donları geyinir və yaxud da ki Qafqazlar belə oğlanlar papaq taxırlar, tüklü o tipli geyimlər geyinir və burada da milli geyim günü qeyd olur. Join us on Saturday, August 10th for our annual National Costume Day. Deməli deyir bizə qoşulun 6-cı gün avqustun 10-u bizim illik deməli milli kostyum günümüzə. Wear your traditional clothes and celebrate the rich delicious traditions foods everyone is welcome. Deməli deyir geyinin sizin traditional milli paltarlarınızı və qeyd edin bizimlə zəngin dadlı milli yeməklərlə. Yəni ki, hamı öz milli hərə öz ölkəsinin milli geyimini geyinir, öz ölkəsinin milli dadlı zəngin yeməklərini gətirir ora və hər kəsə açıq bir olan tədbirdir. Hamını dəvət edirlər və qoşulmaqlarını istəyirlər. Tədbir isə 6-cı gün saat 10-da olacaq. Deməli 5-ci testdə olacaq cavabca. Celebrations National Costumes. Deməli milli geyimlərin qeyd etmə mərasimi. Cavab olacaq C 5-dən. 6-ya baxıram. Visit our museum special exhibition National Costumes from around the world. Deməli museum special exhibition muzeydə olan xüsusi sərgiyə dəvət etməkdən danışılır və National Costumes from dünyanın ətrafında olan ölkələrin milli kostyumlarından, yəni milli geyimlərindən bəhs edir. Discover the stories behind each costume. Deməli, geyimlərin, hər geyimin, yəni hər ölkənin öz geyiminin arxasında olan hekayəni kəşf edək. Yəni nəyə görə bu geyim olub həmin ölkənin milli paltarı onu kəşf edək. And see the designs up close. Və yaxından bu geyimlərin dizaynlarını yaxından görək. The exhibition runs from September 1st to October 31st. Deməli, sərgi sentyabrın 1-dən oktyabrın 31-nə qədər olacaq. Üzr istəyirəm səsimə görə. Don't miss this cultural experience. Deməli, deyir bu mədəni təcrübəni don't miss, yəni kaçırıq demişkən kaçırmayın. Yəni eləyin ki, bu şansınız əldən getməsin. Yəni 6-cı testdə cavab olacaq B variantı. The stories behind design element. Deməli, dizaynların arxasında olan hekayələr. Yəni burada tədbir nədən bəhs edir? Sentyabrın 1 ilə oktyabrın 31-i arasında olan bir tədbirdir ki, hansı ki hər ölkə, yəni dünyanın ətrafında olan bütün ölkədən olan insanlar bu sərgiyə, bu muzeydə olan xüsusi sərgiyə dəvət olunurlar və milli geyimlər var və bu milli geyimlərin üzərində olan dizaynların arxasında olan hekayələri araşdırırlar ki, görək nəyə görə bu geyim olub. Məsələn, Azərbaycanda milli geyimlərə, məsələn, kəlağaya misal gətirə bilərik ki, qadınlar başlarına örtüb, üstündə buta olub. Elə bilin ki, butanın arxasındakı hekayəni danışır ki, nəyə görə buta olub. Biz əslində bunu bəzi şeylərini bilirik. Qarabağda Xarı bülbülün rəmzini daşıdığı üçün. Yəni burada da o tipli bir danışır və dünya ətrafında olan ölkələrin kostyumlarının üzərində olan dizaynların hekayələri haqqında danışılacaq. Ona görə 6-da da cavab olacaq B variantı. Bunu bu qədər detallı izah edirəm, çünki şagirdlər biraz bu tipli tapşırıqları eləyəndə çətinlik çəkirlər başa düşməkdə. Ona görə belə detallı izah eləyirəm ki, heç kim üçün problem yaranmasın. 7-ci testdən davam edirəm. Workshop crafting your own national costume, interested in making your own traditional costume. Deməli, crafting sözü sənətkarlıq, əl işi, əllə özü düzəltmə, yəni əmək hazırlığındakı necə düzəldirdik, onlardan bəhs edir ki, öz milli, şəxsi kostyumunun düzəltmək üçün öz milli geyimini düzəltmək haqqında olan bir sənətkarlıq workshop olacaq, yəni orada hazırlamaq. Join our hands-on workshop on, bizə qoşulun oktyabrın 15-i, yəni öz əl işləri ilə düzəldəcəklər öz milli
geyimlər haqqında bir tədbir olacaq və oktyabrın 15-i deyib bizə qoşulun. Materials will be provided. Materiallar təmin olunacaq. Yəni hansı ki, orada parçadan və yaxud da ki, rəmzlərdən şeylər düzəldəcəklər, o materialları təmin edirlər. Space are limited, so register early. Space yerlər deməkdir. Yəni boş yerlər limitlidir. So beləliklə register early. Register qeydiyyatdan keçmək. Qeydiyyatdan keçin erkən. Deməli, 7-də cavabı seçmişəm B variantı. Basics of crafting national costume. Milli geyimləri sənətkarlıq işini düzəltmək barədə. Yəni bu nə deməkdir? Tutaq ki, kimsə kəlağayı düzəltmək istəyir, Azərbaycanlıdır və o parça verirlər ona. Parçanı əvvəlcə rəngləyirəm, hansı rəng istəyirəmsə, bir rəngli suyun içinə qatırlar. Məsələn, göy rəngi alınır, onun üzərində butalar işlənilir. O butanı məsələn kimsə sapdan hörüb də butaları düzəldə bilər və yaxud da ki, muncuqlardan düzəldə bilər. Yəni crafting o gedir. Və hər kəs öz milli geyimini, milli kostyumunu, şeylərini burada düzəldir. Materiallar da təmin olunur. Yəni 7-də cavab olacaq B variantı. Daha sonra biz mətn hissəyə gəlirik. Mətn hissədə 8-12-ci sualları əhatə edir. Mətni oxuyub tərcümə edirik və daha sonra tapşırıqları işləyirik. Bayaqdan mətn oxuduğum üçün adətən bu hissəni oxuyub tərcümə eləmirəm ki, şagirdlərim özləri oxuyub tərcümə etmə bacarıqları olsun ki, əgər mən bunları oxuyub tərcümə eləsəm, bütün testlərin variantlarını demiş oluram. Ona görə bu mətn oxuyub tərcümə eləmə hissəsini siz etməlisiniz və mən cavabları bir-bir qeyd edirəm. Choose the correct statement according to the passage. Düzgün bəyanatları seçək. Mən seçmişəm 1-3. Layla's grandmother give her a new headscarf. Leylanın nənəsi verir ona yeni başörtüsü, başşalı. 3. The kəlağayı represents important events and nature. Kəlağayı nümayiş elətdirir vacib tədbirləri və təbiəti. Vacib hadisələri və təbiəti. Yəni təbiətdə olan vacib hadisələrdən təmsil edir. Cavab olacaq 8-də 1-3. 9-a baxıram. Mətn nə haqqındadır? Mətn the kəlağayı, scarf and its meaning. Kəlağayı şalı və onun mənası. Yəni 9-da cavab olacaq C variantı. 10-cu testə baxıram. How does Layla feel when she wears the kəlağayı? Layla necə hiss edir kəlağayı geyinəndə? Onda cavab olacaq A variantı. She feels proud of her heritage. O fəxr edir onun irsi ilə. Həqiqətən bu belədir. Bəlkə də bu bizim qanımızda var. Mən də məsələn bu tipli şeylər görəndə, xarı bülbül tipli şeyləri görəndə həqiqətən onlar məni çox cəzb edir və çox önəm verirəm. Milli adət-ənənələrimizə və geyimlərimizə, milli geyimlərimizi çox sevirəm. Və burada da mətndə qeyd edir ki, Leyla çox fəxr hiss edir öz irsi ilə kəlağayı geyinəndə. Ona görə onda da cavab olacaq A variantı. 11-ci testin davam edirəm. Leyla feels a strong connection to her heritage because Leyla güclü əlaqə hiss edir öz irsi ilə. Çünki kəlağayı shows Azərbaycani culture. Kəlağayı Azərbaycanın mədəniyyətini göstərir. 12-ci testə baxıram. Which statement are false according to the passage? Aha, hansı bəyanatlar yanlışdır? Biz yanlışları seçməliyik 12-də. Mən seçmişəm 1-4. Layla's friend give her a dress for her birthday. Burada kəlağayıdan bəhs edir. Burada isə 1-də yazıb ki, Leylanın dostu verir ona don ad günü üçün. Orada heç ad gündən bəhs eləmir. 4-də baxıram, kəlağayı has a simple pattern on it. Kəlağayıda var sadə naxışlar, əksinə qəliz naxışlar olur. Bu ta özü belə asan deyil düzəltmək. Ona görə yanlışları axtarırıq. 1-4 yanlışlardır. 13-cü testdən davam edirəm. 13-cü, 14-cü digər testlər indiki davam edici zaman dərsinə aiddir. Bilmirsinizsə, kanalıma daxil olub indiki davam edici zaman dərsinə baxa bilərsiniz. Yenə də cümlə quruluşunu deyirəm. İndiki davam edici zamanın cümlə quruluşu belədir. Mübtada, üstəgələk to be, üstəgələk feil, üstəgələk ing. Mübtada Sara, to be seçirəm. Saradan əmizar is, feil play, dalına ing. Sara is playing. Sara oynayır. Sara is playing the guitar. Sara gitara çalır. Deməli 13-cü testdən davam edirəm. Right now sözü indi bu dəqiqə deməkdir. Yəni indiki davam edici zamana aiddir. She-dən də biz bilirik ki, is olur. She is going the store right now. O indi bu dəqiqə mağazaya gedir. Ona görə 13-də cavab olacaq C variantı. 14-cü testdən davam edirəm. Present time indiki vaxt, indi bu dəqiqə, indi hal-hazırda deməkdir. Biz bilirik ki, Z'dən are olur. They are playing a new game at the present time. Onlar bu dəqiqə, indiki vaxtda deməli yeni oyun oynayırlar. Ona görə 14-də cavab olacaq D variantı. 15-ci testə baxıram. At the moment, bu moment. İndi bu dəqiqə deməkdir. Yəni indi siz səhər yeməyi yeyirsiniz bu dəqiqə, bu momentdə. Biz bilirik ki, have breakfast səhər yeməkdir
və indiki davam edici zamanda having olur və sual verəndə də are cümlənin əvvəlinə keçirdiblər. Are they having breakfast at the moment? Onlar səhər yeməyi yeyirlər bu dəqiqə. 15-də cavab olacaq A. 16-ya baxıram. For your science test. Aha, sənin həyat bilgi testin üçün sən indi oxuyursan, yəni indi təhsil alırsan. Deməli, burada davam edici zamanın formasını verməyib, amma variantlardan işləyəndə tapırıq ki, cavab nə olmalıdır? Məsələn, C variantında is you verib, you-dan is olmur. A variantında do you study olmalıydı. Do you studying yazıb, do-dan ing olmur. A variantı səhv. D variantında are you study verib. Are you study yox, do you study olmalıdır ya da are you studying olmalıdır. Yəni səhvdir D variantı. B variantı düzgün cavabdır. Are you studying? Y variantında da nə səhvdir? You-dan does yazıb, do yazsaydı Y variantı düzgün cavab olardı. Yəni do you study desəydi düzgün olardı. Ona görə 16-da cavab olacaq B variantı. 17-ci testə baxıram. 17-ci testdə usually verib, adətən. Usually, always bu tipli cümlələrdə cümlələr davam edici zamanda yox, indiki sadə zamanda olur. O adətən dostuna məktub yazır. İndi bu dəqiqə yazır demir. Biri var deyərdi ki, indi bu dəqiqə dostuna məktub yazır. Onda cavab olacaqdı A. Amma burada demir ki, indi bu dəqiqə yazır. Eləcə deyir ki, o adətən dostuna məktub yazır. Ona görə 17-də cavab olacaq B variantı. 18-ə baxıram. Uşaqlar indi parkda oynayırlar. The kids are playing in the park now. Elə bir cavab yoxdur, çünki hamısını notdan verib. Ona görə cavab olacaq 18-də D. The children are not playing in the park now. Uşaqlar indi parkda oynamırlar. Yəni 18-də cavab olur D variantı. 19-a baxıram. Every day, hər gün. Every-dən olan cümlələrdə every day, every month, every year, every moment, every week. Bunlarda cümlələr indiki sadə zamanda olur. Mən danışıram dostlarımla hər gün. I talk. Mən danışıram. Yox, qutardı, getdi. Əgər every day olmasaydı, desəydi ki, mən bu dəqiqə dostumla söhbət edirəm, onda belə olacaqdı. I am talking. Zaten elə bir variant da yoxdur testlərdə və every day sözü var. Ona görə də olacaq I talk. Mən danışıram. 19-a. 20-yə baxıram. Altından xətt çəkilmiş sözün sinonimini tapırıq. Beautiful sözü gözəl deməkdir. O geyinir gözəl don partiyə. Deməli, beautiful sözü gözəldir. Biz bunu bilirik. A variantı dirty, çirkli. B variantı clean, təmiz. D variantı cheap, ucuz. Y variantı small, balaca. C variantı nice, qəşəng. Gözəl, qəşəng, bəli, sinonim olur. Ona görə 20-də cavab olacaq C variantı. 21-ci testə baxıram və biz 21-ci testdə cümlə qurmalıyıq. Mən adətən cümləyə baxanda, cümlə qurmaqla bağlı testlərə baxanda bir cümlədəki what, when, how much, how many, where, who bu tipli sual əvəzlikləri görəndə alma gəlir ki, bu elə sual cümləsidir və adətən də elə olur. Deməli, baxaq. What are the children playing now? Uşaqlar indi nə oynayırlar? What are the children playing now? Bəli, cavab olacaq 21-də A. Uşaqlar indi nə oynayırlar? 22-yə baxıram. 22-dən davam edirik. Hər sözün öz mənasını tapırıq ki, hansı sözün mənası nədir? Birinci baxıram pants. Pants sözü şalvar deməkdir. Cavab olacaq B. Paltar, hansı ki sən geyinirsən ayaqlarına, qıçalarına. 1 olur B. 2. Tradition adətən nə deməkdir? An old way of doing things for years. Qədim bir üsul, hansı ki biz illərdə edirik. Yəni illərdən etdiyimiz qədim bir üsul. Bəli, 2A-dır. 3. Shoes, ayaqqabı. Footwear you wear for action. Deməli, ayağımıza geyinirik. Hər hansı bir hərəkət etmək üçün və yaxud da harasa getmək üçün olacaq. 3-cü də C. Yəni 22-də cavab olacaq A variantı. Davam edirəm növbəti testlərdən. Deməli, altından xətt çəkilmiş sözə düzgün sual verməliyik. She is buying a new jacket at the store. O alır yeni jaket at the store, mağazadan. Deməli, mağazadan. Haradan? Haradan o jaket alır? Bir cədinə harada olan cavab da B variantıdır. When nə vaxtdır? Who kimdir? With whom kimin ilə deməkdir? Why da niyədir? Bir cədinə var haradan alır? Mağazadan. Ona görə 23-də cavab olur B. 24-də baxıram. Stars, ulduzlar parıldayır səmada. Aha. Həyatda olan daimi şeylər, məsələn, hər gün olan daimi şeylər adətən davam edici zamanda işləmir. İndiki adi zamanda işlənir, yəni sadə zamanda.
Ulduzlar səmada parıldayır. Yəni ulduzlar parıldaya durmur da. Günəş çıxır və ulduzları biz görmürük. Ona görə 24-də cavabı götürürük Y. Stars shine brightly in the sky. Amma məsələn o bir şəkil versəydi ki, uşaq ulduzlara baxır və o ulduzlar hal-hazırda orada parıldayır. Yəni indi bu dəqiqə tutaq deyərdi ki, aydın səmaya baxır və ulduzlar çox parıldayır. Orada is shining demək olardı. Amma bu tipli testdə 24-də biz cavabı götürürük adi sadə zamanda. Çünki indiki davam edici zamana aid bir zaman zərfi də verməyib. Ona görə 24-də cavab olacaq Y. Stars shine brightly in the sky. 25-ə baxıram. Sinonimlər cütünü seçək. 1. Big, böyük, large, geniş. Bəli, sinonimdir. 2. Quick, cəld, slow, yavaş, antonimdir. 3. Beautiful, gözəl, ağlı, çirkin, antonimdir. 4. Small, balaca, tiny, balaca, sinonimdir. 5. Happy, xoşbəxt, səd, qəmgin, antonimdir. Bizdən də sinonimlər istədiyi üçün biz seçirik 1 və 4. Gəldik mətin hissəyə. Mətin hissə çox vacibdir. Hər dərs təkrar deyirəm. Mətin hissə tipli qəbula da düşür, 9-un şəhadətnaməsinə də düşür, artıq son zamanlarda imtahanlara da düşür və mətin hissədən tam bal almaq istəyiriksə, qrammatik səhvlərimiz olmamalıdır, sözlərin yazılışında səhvlərimiz olmamalıdır. Bu şəkildə etdikdə heç bir problemimiz yaranmayacaq. Mən belə yazmışam. This is Bella. Bu Belladır. She's 6 years old. O 6 yaşındadır. She goes to school every day. O hər gün məktəbə gedir. After school, she takes off her shoes and school uniforms. Məktəbdən sonra o ayaqqabılarını və məktəb formasını soyunur. Then she wears her pajamas. Sonra o pijamalarını geyinir. Now it's time to sleep. İndi isə yatmaq vaxtıdır. Good night. Gecəniz xeyrə. Mən bu şəkildə yazmışam. Siz təbii ki, başqa şəkildə də yaza bilərsiniz. Məsələn, yaza bilərsiniz ki, bu Ayseldir, onun sarı saçları var, onun məktəb forması qırmızı sviter və göy yubqadır. Məsələn, onlar göy ayaqqabılar və ağ corablar geyinirlər məktəb forması kimi. Məktəbdən sonra o gəlir, paltarlarını soyunur və stolun başına qoyur ya da qatlayıb qoyur. Qatlamaq sözü fold. Daha sonra o, məsələn, artıra bilərsiniz, dişlərini fırçalayır və yatmağa gedir. Bu şəkildə də yaza bilərsiniz. Yəni, mətn qurmaq şagirdin xəyal gücü ilə bağlıdır. Nə şəkildə istəsəz o şəkildə qura bilərsiniz və daha zəngin mətn yazan şagirdlər həmişə daha çox bal alırlar və səhvsiz yazan şagirdlər təbii ki. Ona görə də mətn yazmağa xüsusi diqqət göstərmək lazımdır. Bugünkü test izahım bu qədər. Əgər hər hansı testdə çətinliyiniz oldusa, hər hansı testi başa düşmədinizsə, yorumlara yazmaqdan çəkinməyin. Həmin hissəni təkrar olaraq izah etməyə çalışaram. Bugünkü izahım bu qədər. Əgər bu video sizin üçün faydalı idisə, kanalıma abunə olmağı, başqalarıyla bölüşməyi və like atmağı unutmayın. Sağ olun, hələlik.